Bəsdir. Qızlar, deməli çoxdandır səhifə üçün vlog çəkmək istəyirdim. Video çəkirəm deyə. İmkan ver, yaxşı. Bilənlər bilir ki, mən əvvəl ailəli olmayanda çox tənbəl qız idim. Nə bilim, günortaya kimi yata bilərdim. Ev işləri falan görmürdüm. Sağ olsun, mama hamısını həll eləyirdi. Ailə qurandan ümumiyyətlə hər şey dəyişib. Belə ki, hər səhər saat 7-nin yarısı ən gecə oyanıram ki, vaxtında evimin yeməyini də bişirim, evimi də yığışdırım ki, digər məsələlər vaxtım qalsın. Daha sonra başlayıram gündəlik evin içində çox xərc çıxmasın deyə evin içində başlayıram idmanla məşğul olmağa. Siz necədir qızlar? Mənim yoldaşımın özü də çox kaprizli adamdır. Yeməkdə hər şey yeməz, hər yeməyi bəyənməz ümumiyyətlə. Və bu səbəbdən də mən çalışıram ki, gündəlik 2-3 cür yemək pişirim ki... Bəsdir. Ay, yekə adamsan, bəsdir. İmkan verdi, video çəkirəm. Düzgün video çək də, bu nədir? Hansı nağıl kitabıdır bu? Kimdir bunun yazıcısı? Demirəm. Yox, düz deyirsən hər şey. Mən dəliyəm edim, mən nəsə görmürəm. Hayır mənim əziyyətimə Elşad. Hayır mənim əziyyətimə.